Uzun növbələr yaranıb, xəstələrin qəbulu dayandırılıb. Görüntülər Sumqayıtın bir saylı xəstəxanasının poliklinika şöbəsindəndir. Sakinlərin sözlərinə görə, poliklinikada xəstələrin qəbulu zamanı ciddi sıxlıq yaranır. Həkim çatışmazlığı və uzun növbələr səbəbindən vətəndaşların bir qismi saatlarla gözləməli olurlar. Bəziləri isə həkim qəbuluna düşə bilmədən geri qayıdır. Mən onun qəbuluna düşə bilmirəm, müalicəmi yazdıra bilmirəm. Plus, hələ bir üstəlik məni itələyir də gedib Qorizlavdan da öyrənə bilərsiniz. Orada getmişəm, demişəm. O məni bir hala saldı. Mən 3 ay yataqda yatmışam, indi durmuşam ayağa, fizioterapiya müalicəyə gəlirəm. Yəni burada qəbula girə bilmirsiniz? Girə bilmirəm. Bir dənə kabinetdir orada. Həm dərman verirlər, həm də həkim prava üçün qol çəkir. Soruşuram bu mühafizədən, deyir ki, otaq yoxdur. Belə şey olar. Sumqayıtda deyir bir dənə terapeut var. Yaxşı, bu cəmaatı niyə ara qoyursunuz? Ələ salmısınız cəmaatı. Sakinlər deyirlər ki, Sumqayıt üzrə yalnız bir psixiatr həkim fəaliyyət göstərir. Bu isə kifayət etmir. Nəticədə uzun növbələr yaranır, qəbul prosesi gecikir. Gedin baxın necə işgəncə, 45 dərəcə isti ilə bir Afrika səhradır. 30 nəfər necə birdən-birə növbəyə dayana bilər ki? Biri iddia eləyəcək ki, mən birinciyəm, biri iddia eləyəcək ki, mən ikinciyəm. İndi gəl burada işi gücü var, mübahisə et. Olmur belə. Asan xidmətdəki kimi burada avadanlıq quraşdırın, qəbzlə növbəyə dursun. Cəmaət da rahat gedib işini görsün. Həddən artıq adam çoxdur. Yəni indi siz həkim yanına daxil ola bilmədiniz? Xeyr, həkim yanına daxil ola bilmədim. Araç üçün gəlmişdiniz? Prava üçün, dokumentlərə peçat vurdurmaq üçün. Eləyə bilmədiniz? Eləyə bilmədim, heç bir iş görə bilmədim. 4 gündür gəlib gedirəm, heç bir işdə görə bilmədim. Məsələ ilə bağlı təbibdən Xəzər xəbərə bildirildi ki, mövcud vəziyyət araşdırılır və vətəndaşların qəbulunun daha səmərəli təşkili istiqamətində tədbir görülür. Sorğumuza cavab olaraq bildiririk ki, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 1 nömrəli Sumqayıt şəhər xəstəxanasında bir psixiatr fəaliyyət göstərir. Psixiatri xidmətə müraciətlərin çoxluğu səbəbindən günün müəyyən saatlarında növbə sıxlığı yarana bilir. Vətəndaşların gözləmə müddətinin azaldılması, qəbul prosesinin daha operativ təşkili və müəssisənin psixiatr kadrı ilə təminatının gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Vətəndaşlar problemin tezliklə həll olunacağına ümid edirlər. Nizami Rəsulov, Aytən Fehruz, Xəzər xəbər.